Selamünaleyküm. Türkiye'den Azerbaycan'a selam olsun. Ey kardeşler, sizin 5000 yıllık tarihiniz var. Siz 4 kıtaya at salmış, ayak basmış, yönetmiş bir milletin torunlarısınız. Size ne oluyor da Batı'nın bayramını kutluyorsunuz? Kendinize gelin, özünüze dönün. Siz Türk milletisiniz. Türk milleti yüce bir millettir. Kimsenin bayramını kutlamaz. Özellikle Batı'nın bayramını kutlamaz. Daha şurada Gününüz aydın olsun Azərbaycan xalqı. Demək bu Türkiyəli qardaşımız, Türk qardaşımız Azərbaycandan nota yolluyor ki, siz 5000 il tarixiniz var və siz qardaşlar, siz Qərbin, Şərqin və yaxud da haransa bayramını qeyd edirsiniz. Əziz qardaş, əziz Türk qardaşımız, birincisi aç tarixi yaxşı oxu. Azərbaycan tarixində köklənir. Yəni o qədər qədim tariximiz var. İkincisi, Azərbaycan xalqı bu bayramı sənin bildiyin Şərqin, Qərbin və yaxud da hansı bir irqin bayramını qeyd eləmir. Azərbaycan xalqı 93-cü ildə Heydər Əliyev Allah rəhmət eləsin, o təsdiqləyib bu bayramı, yəni təsdiqləyib ki, bu dünya Azərbaycanlıların həmrəyliyi günüdür. Yəni dünyada 60 milyona yaxın Azərbaycanlı var. Həmən gün bir-birinizi bayramlaşın, bir-birinizə həmrəy olun, əlaqə saxlayın. Yəni qürbətdə olan Azərbaycanlıları unutmayın və bu da bizim Azərbaycanlılıq prinsipidir. Sən bugünkü gün o prinsipə müdaxilə edirsənsə, məqsədin başqadırsa, yəni eləmə. Üçüncüsü də ki, sən 80 milyonluq Türkiyə xalqının bu bayramı qeyd eləməyinə göz yumub, sən gəldin bizim ölkəmizin bayramına müdaxilə edirsən. Bizdə heç olmasa deyək ki, bəzi dindar qardaşlarımız var. Buradan da Allah qəbul eləsin hamısının niyyətini. Bəzi dindar qardaşlar var ki, ailələrində qeyd eləmirlər bu günü. Müəyyən bir irqi məsələ, müsəlman məsələsinə görə onlar qeyd eləmirlər. Hər kəsə Allah fikrində xeyir versin. Heç kimin də fikrinə qarışmıram. Amma qaldı ki, sizin o 80 milyonun 60 milyonu qeyd edilir. Bizdə heç olmasa 3-4 milyon. Onlar da kimlərdir qeyd edilənlər? Balalarımızın xətrinə, evladlarımızın üzünü güldürmə xətrinə ki, heç kimə xoş gəlmir ki, bayramda geçsin, hansısa bir nə bilim borca girsin, neynəsin, artıq xərc çəksin. Hamımız balalar üçün, ailəmizin üzünü güldürmək üçün bu bayramları qeyd edirik. Amma qaldı ki, heç olmasa biz bu Şaxta Baba deyirik də. Yəni qışla əlaqələndiririk, qarla, güya ki, Şaxta Baba gətirdi uşaqlara, hədiyyə gətirdi, neynədir? Bəs sizin Noel Baba hardan çıxdı? Ay Türk qardaşımız, Noel Baba hardan? Qərbin sözü deyil o. Hansı ki, Qərbin bayramını qeyd eləmirsiniz siz, Noel Baba deyirsiniz, siz də o ağacları gətirirsiniz, evinizdə bəzirsiniz. Yəni bizə çatdı sizin bu ideologiyanız. Bu bayramlar ümumiyyətcə bütün ölkələrdə ölkə iqtisadiyyatı üçün nəzərdə tutulub. Bugünkü gün bayramlarda kimsə mən gedirəm tutaq ki, hansısa bir bayramla əlaqəli nəyisə alıramsa, o insan da gedir, həmin pula gedir, balasına nəsə alır, bazarlıq eləyir. Həmin o bazarlıq elədiyi produkt satan insan da gedir, özü üçün nəsə alır. Belə-belə ölkədə dövriyyə olur, pul dövriyyəsi olur. Bayramlar onun üçün nəzərdə tutulub. Gözəl qardaş, sən əgər desəydin ki, hansısa bir irqi, məsəl üçün bu müsəlman bayramı deyil, əziz qardaşlar, siz bu müsəlman bayramı olmayan bayramı qeyd edirsiniz. Hardasa səni düşünərdim, fikirləşərdim. Amma bir şey də unutma ki, sənin bugünkü gün o qərb dediyin, məsəl üçün də deyək ki, Amerikada deyək, hansı ki, bu gün oradan gəlib sənin deməyindən, yəni bu bayram. Həmən orada dünya müsəlmanların vacib olan Qurban və Ramazan bayramına şəxsən həmin o qərb dediyin ölkə şərait yaradır və orada insanlar bayram qeyd edirlər. Ramazan bayramını qeyd edirlər, namazlarını, mən deyərdim, milyonlarla insan küçədə namazını qılır. Sərbəst, dövlət də onların təhlükəsizliyini qoruyur. Rusiyada da məsəl üçün həminki kimi. Yəni belə şeyləri atıb ortaya provokasiya yaradıb, irqi ayrı-seçkiliyi və yaxud da hansısa bir ölkədə qanunlara qarşı çıxıb hansısa fikir söyləmək düzgün deyil. Türk qardaş, biz özə siz axır vaxtlar, sizin Türkiyə vətəndaşlarını, bəziləri axır vaxtlar bizim ölkənin qanunlarına çox müdaxilə edirsiniz. Xahiş edirəm, nə vaxt görsəz ki, Azərbaycanda sizin ölkə qanunlarına, sizin millətinizin hansısa bir hərəkətinə müdaxilə edir, onda da siz deyə bilərsiniz. Mən hələ görmədim ki, bir Azərbaycanlı Türkiyənin hansısa bir qanunlarına qarşı çıxsın və yaxud da hansısa bir milli dəyərlərə qarşı çıxsın. Yəni olmaz. Biz qardaşlıq eləyiriksə bir olmalıyıq. Bizim fikrimiz də bir olmalıdır. Bizim adət-ənənəmiz də oxşar, bir olmasa da oxşar olmalıdır. Yəni ki, ona görə bir-birimizə hörmət, sayğı bəsləyək. Bir də əziz qardaş, inşallah ki, oturan birliyi yaranar, dünya türklərinin birliyi yaranar. Onda biz səmimi qəlblə bir Azərbaycan xalqı kimi, həmin günü bir türk kimi, Oğuz türkü kimi o bayramı qeyd edirik. Və onda biz də buradan bütün türkləri, bütün dünya türklərini, necə ki, bütün dünya Azərbaycanlılarını təbrik edirik bu bayramda. Eləlikcə də bütün dünya türklərini təbrik edirik, başda da Türkiyə xalqı olmaqla. Buradan da Türkiyə xalqını salamlayıram. Hər kəsin, yəni bu bayramları mübarək olsun.
Allah xalqımızı, dövlətimizi qorusun. Allah türk birliyini qorusun. Ancaq belə şeylər eləmə, türk qardaş. Azərbaycanın öz qanunları var, Azərbaycanın öz milli dəyərləri var, Azərbaycanın öz dövləti var, xalqı var. Allah xalqımızı, dövlətimizi, dünyamızı qorusun. Var olun.